Mənəvi axtarışda olan dostlar, bu gün sizi hikmət bağları və axar çayları ilə dolu sakit bir səyahətə dəvət edirəm. Həqiqət və maarif məşəli olan İmam Əlinin dərin təlimlərinə baş vururuq. Təsəvvür edin, çiçəklərin açdığı, şəlalələrin sakitcə axdığı, günəşin qızılı şüaları ilə göy üzünü bürüdüyü sakit bir mənzərə. Bu sükutun içində müdrik və nəcib bir insanın siluetini düşünün, İmam Əli. İmam Əli bir dəfə demişdir ki, düşmənin cəhalətin, dostun isə bilikdir. Bunu dərindən düşünün. Diqqəti yayındıran və səs-küylü bir dünyada bizi ayaqda saxlayan şey hikmət axtarışıdır. O bizə həmçinin öyrətmişdir ki, ən üstün insan həqiqəti deməkdən qorxmayan insandır. Cəsarət və dürüstlük ədalətli bir cəmiyyətin sütunlarıdır. Və bunu unutmayın, səbir acıdır, amma meyvəsi şirindir. Çətin anlarda bizi daxili dincliyin şirinliyinə aparan şey səbirdir. İmam Əli bizə xatırladır ki, cənnətə gedən yol ədalət və mərhəmətlə döşənmişdir. Necə də gözəldir. Ədalət və mərhəmət sadəcə ideallar deyil, onlar səmavi həyatın açarıdır. Nəhayət gözəl xasiyyət, gözəl üzdən daha dəyərlidir. Əsl gözəllik bizim təcəssüm etdirdiyimiz əxlaq və fəzilətlərdədir. İmam Əlinin qılıncı ədalət, qəlbi isə mərhəmət idi. Həyatda irəlilədikcə onun hikmətini qəlbimizdə saxlayaq. Bu səyahətdə mənə qoşulduğunuz üçün təşəkkür edirəm. Növbəti görüşədək ilhamla qalın.